mənə dünən sizin bir videonuzu atdılar. Bəlkə bu mövzumuzdan biraz kənara çıxır. Deməli, müğənni Kəmalə Günəşlinin bir mahnısı var. Röyamda idi. Röyadı, mən onda röyada idi. O mahnını siz oxumusunuz, yoxsa satmısınız Kəmalə xanıma? Vaxtım orada 10 il ya 13 il əvvəl oxumusunuz. Əmlakdan qabaq müğənniliklə məşğul idim. Meyxana deyirdim, mahnılar yazırdım. Həmin vaxt onu Şaban Neftçalalı var, rəhmətə getdi. Çox gözəl meyxanaçı idi, oydu. Turan Maştağalı idi, qəşəng meyxanalar zad deyirdik. Biz üçümüz birləşdik, bu mahnını yaratdıq. Ancaq ən çox əziyyət mənim oldu. Mən bunu reklam elədim. Qəşəng baxışda gəldi YouTube kanalında. 2 milyondan çox insan baxdı. Və Kəmalə xanıma satdınız? Yox, satmadım. Ondan sonra mən keçdim əmlaka. Mahnınızı götürüb oxudular. Əmlaka keçdikdən sonra bir də gördüm ki, bu yaxınlarda hətta mənim 2 milyon baxış yığan mahnımı da götürüb siliblər. Bir ikisi qalıb onu silə bilməyiblər. Kim silib onu? Yəqin ki, indi Kəmalə xanım eləyib. Ona Tural Sədalıdır, nədir deyir, adından çıxıb. Bu mahnıya aidiyyəti yoxdur, yazıb ki, söz musiqi Tural Sədalıya aiddir. Ancaq mənim sübutum var ki, 2013-cü Özünüz zəng vurub araşdırmısınız? Yəni mənim mahnımı... Düzdür, biraz Kəmalə xanımın sənətinə hörmətim var, bir şirinliyi vardı o xanımın. Ona görə çox belə arxasınca düşmədim. Amma yaxşı olar ki, icazə alsın. Mahnının sözləri dəyişilməyib, eyni formada oxunub, yoxsa sözlərdə dəyişikliyi var? Əsas nəqarətdir, musiqidir. Sözə qalanda onu mən bədahətən də dəyişərəm. Bizim bədahətən dediyimiz sözlərdən də zəif ora sözlər əlavə olunur. Əlavə olunur. Belə çox bayağı sözlər. Yəni, qarşı tərəf vurğulaya bilər ki, tam mahnı sizdəki kimi deyildi, özümüz də əlavə ora söz yazmışıq. Yazmağa nə var ki, götürüm mən 50 dənə mahnı əlavə, sözlər əlavə edeyim, o rahat bir şey. Əsas musiqidir, əsas mahnının quruluşudur. Siz deməli, narazı qalsaydınız oxumaqdan, Kəmalə xanıma həmən zəng vurardınız. Bəzi müğənnilər olur axı, pul tələb edirlər, ödəniş tələb edirlər və yaxud mahnını deyirlər oxumaq. Bir-iki dəfə yazdım, gördüm cavab vermədi. Yazmısınız? Hə, özünə yazmışam, gördüm cavab vermədi. Çünki öz də bilir ki, adi bir mahnı oxuyanda YouTube-da adını yazan kimi o mahnının digərləri çıxır da. Özü bilməmiş olmaz. Sadəcə halallıq almadılar. İnşallah sizin bu verilişə baxıb halallıq alar. Yəni hətta məhkəməyə də belə verə bilərəm da. İndi